bugün bir adamdan danışacağım mən. Mənə öz ömrünü veren adamdan. Gözümü açandan bu yaşacan mən. Ne ondan doymadım, ne de dünyadan. İlahi çok şükür, ne yaxşısadır. Qoy elə saykən eşitsin məni. O elə bir alov, elə ocağıdır. Heç zaman sönməsin, isitsin məni. Özgələr yanında məğrur görünən, mənliyim, kimliyim ona bağlıdır. Nə qədər yüksəlib ucalsam da mən, olan zirvələr çox vüqarlıdır. Yuxusuz gecəsini qatıb gündüzə, dünyanın yükünü çəkən adamdır. Fədakar olmağı görünmür gözəl. Günün mübarek ata, övladların rəfiqə, Günəl və Vüqar səni çox sevir, səninlə fəxr edir.